Analar nələr etsin ki, uşaqlarına zamanında o düzgün, sağlam psixoloji dayanıqlığı aşılayıb öyrədə bilsinlər və təbii ki, susmaq zəiflik əlaməti deyil, bunu düzgün şəkildə öyrədə bilsinlər. Biz əgər birinci hissəyə baxsaq ki, analar niyə belə edirlər? Bunun psixoloji momenti nədən ibarətdir? Özünü qiymətləndirmənin düzgün olmaması. Özünü qiymətləndirmə 3 forması var. Adekvat, yəni düzgün özümü qiymətləndirirəm, aşağı özümü qiymətləndirirəm və özümü yüksək qiymətləndirirəm. Biz adətən özümüzü düzgün qiymətləndirməyəndə bu nə deməkdir? Başqalarının fikirləri bizim üçün çox önəmli olur. Məsələn, gəncdir, başqalarının fikri onun üçün çox önəmli olur. Deyək ki, filan kəs nə deyər, başqası nə deyər, mən bunu belə edərəm, belə olar. O qədər o malı məlilərlə yaşayır ki, bizim o analar belə deyək də və başlayırlar uşağa da onu öyrətmək ki, başqası nə deyər, sən bax sözü deyərsən, o bunu tərbiyəsizlik kimi başa düşə bilər. Və buna görə də başlayır uşağı o cürünə təzyiqlər etməyə. Birinci növbədə biz uşağımıza doğrunu təmsil etməliyik. Fikri demək yanlışlıq deyil. Ola bilər, bəli, o fikir deyə bilərsiniz ki, bəlkə uşağın fikri yanlışdır, bəs özünü ifadə eləyir axı. Bəli, ifadə etməlidir və ona izah etməliyik ki, bu fikir yanlışdır. Çünki bizim yanımızda ifadə olunmayan fikir kənarda bir yerdə mütləq ifadə olunacaq və o doğru olmayan fikrini hardasa eləyəcək. Yəni biz baxmalıyıq ki, onsuz da övladımız arxa planda bizə bildirmədiyi fikrini, etirazını edə bilər və orada yanlış edə bilər. Biz onu görməyə, bilməyə bilərik və yaxud gecikə bilərik. Ona görə də elə övladımız etiraz etməyi, fikrini söyləməyi bizim yanımızda, hər kəsin yanında bildirməlidir ki, orada bir səhv fikri də varsa, biz onu yönləndirə bilək.